Təcili yardım 176 buyurun. Nə olub xəstəyə? Şikayət nədir? Xəstənin adı, yaşı. Xəstə hal-hazırda hardadır? Həyət evidir, bina evidir. Göndərili briqada yoldadılar, gəlirlər. Keçmiş olsun. Çağırış üzrə tibb bacısıyam. 14 ildir bu iş üzrə işləyirəm. 12 saatlıq iş növbəm ərzində 200 yaxın çağırış qəbul edirəm. Müxtəlif tipli çağırışlardır. Əksərən yol nəqliyyat hadisələridir. Müxtəlif tipli travmalardır, kardioloji çağırışlardır, uşaq çağırışlarıdır. 200 yaxın çağırışın 50%-i çağırış haqqında məlumat üçün əlaqə saxlayır vətəndaşlar. 50%-ni isə qeyd edirik, ilkin tibbi yardıma ehtiyacı olan vətəndaşlardır. Salon 94 41 94 41 vaxt 11:26 11:39. Əsassız çağırışlar təcili yardım praktikasında çoxdur. Əsassız çağırışlar olan zaman isə əsl yardıma ehtiyacı olan xəstələr yardımdan kənarda qalır. Mən əsassız çağırışdayamsa, başqa həyatı vacib çağırış gəlib, artıq mən o çağırışı icra edirəm deyə bu çağırış yardımdan kənarda qalır. Əsassız çağırışlara nələrə aid eləmək olar? Subfebril temperaturla deyək də, xəstələr müraciət edir ki, mənim uşağımın temperaturu var, mənim temperaturum var. Ünvana çatanda aydın olur ki, 37-37,2 temperaturu var, buna görə xəstələrimiz narahat olur. Bizim qlobal problemlərimizdən biri yolların tıxacla bağlı olmasıdır. Elə yerlərimiz var ki, elə ünvanlarımız var ki, biz ora vaxtında istəsək belə çata bilmirik. Qəzasından, xəstənin patologiyasından asılı olmayaraq. Avtoqəza verirlər, yarım saatla gecikə bilirik, 40 dəqiqə ilə gecikə bilirik. Çünki körpünün üstüdür, bura heç cür yaxınlaşmaq mümkün deyil. Covid dövründə çox ciddi çağırışlar həddindən artıq çox stansiyaya qayıda bilmirik və bir neçə dəqiqəlik stansiyaya döndüyüm zaman bir qadının ağlayaraq bura qaçdığını gördüm giriş qapısından. Artıq mən çağırışı götürüb avtomaşına əyləşmişdim. Çağırışların ləngiməsinə görə ünvanlara zəng edib gedirdik. Ünvana zəng elədim və çox belə deyim də bir anlayışlı bir nəfər, bir şəxs dedi, çağırış mən özüm üçün vermişdim. Hal-hazırda yaxşıyam, çağırışlarınız çoxdur, çox sağ olun, digərlərinə yardım edin siz. Anafilaktik şokla evdə xəstəni qoyub təcil yardıma o qədər yüklənmələr vardı ki, düşə bilmirdi. Qaça-qaça yaxın binalardan birində idi. Qaça-qaça gəlmişdi bura, yaxınlaşdıq. Xəstəyə lazımi yardımı göstərib, xəstəxanaya çatdıran anda kritik vəziyyətdən çıxmış vəziyyətdə xəstəxanaya toksikologiyaya təhvil verdik. Aydınlaşdı ki, burada anafilaktik şok idi. Deməli, bu heç vaxt mənim yadımdan çıxmaz və mənə təşəkkür məktubu ünvanladılar. 3 uşaq anasını, belə deyim də, həyata qaytaran bir həkim kimi. Yay və qış rejimlərində biz 1 və 2 dəqiqəlik çıxış müddətlərindən istifadə edirik. Çağırış bizə daxil oldu qış dövründə 2 dəqiqə, yay dövründə isə 1 dəqiqə ərzində artıq biz maşında oturub yola düzəlirik. Çağırış qəbul edildi. İsmiyeva, Şimşək 7 təcili çağırışa gəlin. Sağ olun, təcili çağırışsız. Nə olub, nə baş verir? Əsəbləşib, gərginləşib, stres keçirdi. Avtoqəzaların, motoqəzaların piyada keçidindən keçməmək üstündə vurulan şəxslərin əksəriyyəti öz səhlənkarlıqları ucbatından baş verir. Bu zamanda məcburiyyət qarşısında təcili yardıma müraciət edilir. Deməli, səhlənkarlıq eləməyib, deyilənlərə düzgün riayət eləsələr, bizimlə də rastlaşmazlar.